Salam, Mehriban xanım, vitse-prezidentimiz, birinci vitse-prezidentimiz Mehriban xanım, prezidentimiz cənab İlham Əliyev, qazilərimiz, veteranlarımız, şəhidlərimizə Allah rəhmət eləsin, analarına, bütün onların qohum əqrəbələrinə, uşaqlarına, yoldaşına, anasına, atasına, hamısı Allah'ın selamı olsun. TikTok'dakilara, sonra YouTube'dakilara, kim mənə baxır, kim mən videoma baxıcıysa, baş əyirəm, çox sağ ol deyirəm. Allah canlarını sağ eləsin. İndi mən sizə deyim, mən indi gəlmişəm Bakı prokurorluğuna, Mehriban xanım, prezidentimiz, cənab prezident, gəlmişəm prokurorluğa. Deməli, mənim şikayətim Bakı prokurorluğundandır. Bakı prokurorluğunda deməli gəlmişəm. Burada mənim qərarımı deməli Sabunçu rayonu polis idarəsində cənab deyirəm, Cavid müəllim, sonra polkovnik Covdar müəllim, Təqatın İstintaqın rəisi kapitan Əjdər, onlar mənim işimi düz 4 aydır noyabrdan yubatdılar. Sonra mən ora-bura şikayətə gedəndən sonra Mehriban xanım söz yazırsınız, saymırlar. İndi məclislərdə, qabullarda oluram. Zahid Oruç cənabı çox sağ olsun, Sahibə xanım, Gözəl xanım çox sağ olsun, Vilayət Eyvazlı cənabımız çox sağ olsun, ETK-da Əlin Ağayev çox sağ olsun. Onlara hamısına baş əyirəm, sizə də, sonra Bəncicicim də, Əbülfəs Rizayevdir, Əli Əsədov çox sağ olsun. Amma Mikayıl Cabbarov çox pis adamdır. Dinliyə görə, nə onların oturduğu adamlarda hamısı orada, nə insanları gedəndə sayırlar, nə qabullarda, nə düşürlər, baxmırlar. Yenəndə də deyir ki, bizim nazirimiz Mikayıl Cabbarovdur. 2 dəfə olmuşam Mətin müəllim oturan yerdə, getmişəm ora. Qabaqlar nə qədər Milli Məclis yazıb, ora yazıb, bura yazıb, xeyri olmayıb. İndi təzəlikcən getmişəm 2 dəfə, düzdür, mən yalan danışmıram, namaz qılıram. Gəlib məni qəbul edib Gülxətin xanım, çox sağ olsun, başı bağlı xanımımızdır, çox mərifətli, çox gözəl xanımdır. 2 dəfə məni qəbul edib, bütün sənədlərimə baxıb, deyir, demişəm, pul yeyiblər, deyir, biz yox, o BTR ola bilər yeyib. Biz ola bilər yox, deyir, BTR yeyər, biz yeməmişik. Amma onun orada mavin var, Rüstəm Şahbazov deyəsən, nədir, mavindir. Bax, o yalandan kağızlar göndərir, mənə göndərir, ay, məhkəməli idi, nə bilim, heç nə deyil, məhkəməli zat deyil, mən məhkəməyə verməyəcəm, qulaqlarına sırğa eləyib saxlasınlar. Mənim işim ancaq hamısını almaq, Gültəkin xanım da baxdı, bütün sənədlərim, hamısı, Çex pasportdur, sonra hamısı, bütün nə sənədlərim var, hamısı yerindədir. Notariusdan, hamısı onların heç nəyi yoxdur. Onlar yalandan bir ünvandan 2 ünvan eləmək istəyir. Yalandan kənd sovetində Aras xanım var, oturan indi icra nümayəndəsi olub. Necə ola bilər ki, deyirlər B yoxdur, məndə A, B'dir, 511 torpağın üstündə, 80 kvadratda Fəthullah oturub. Heç babamın adı ona layiq də deyil, heç babamın heç nəyi də yoxdur. Baxdılar torpağa, da evə, heç nə yoxdur, hamısı adamın adınadır. Götürüb açıb baxıb, xanım da baxdı, dedi ki, heç nə yoxdur onların adına, hamısı sənindir. İndi xahiş edirəm sizdən, bunlar, dünən Qoradzola getmişəm, Qoradzola mənlə Tağı müəllim danışıb, Tağı müəllim deyir, Gülnaz xanım, mən çoxdan göndərmişəm Bakı prokurorluğuna, göndərmişəm ki, qərarı ləğv eləsin. Müstəntiq pul alıb, Cavid müəllim gəlib, sonra dünən elə sıra gün gəlmişdim təzədən. Buradan da prokuror 2 aydır Nicat orada, Qəhrəman müəllim gizlədirdi sənədlərimi, güc bəlanla oradan çıxardı, bura göndərmişəm. İndi də dünən idi, sıra gün gəlmişdim bura, gördü məni şeydən, subu 5-ci gün idi. Gəldim bura, mənə demişdi ki, gələrsən, Elman Yububdur deyəsən, familiyası nədir? Kənan müəllimin işçisidir.
Kənan müəllim də mavindir. O Kənan müəllim yalançıdır. Yalandan yazır, göndərir, yalandan yazır, göndərir. 12-ci bölmədən də mən çox şikayət eləyirəm. Gəlmişdim o qədər şişib ki, nədir, prokuror, o qədər şişib ki, prokuror, o şeydəki Nicat müəllim görür, Salam Gülnaz xanım buradan çıxırdı. İndi bir də başınızı ağıldım. Gəlmişəm, bax, mənə gör neçə saatdır burada saxladı. Düşmürdü aşağı, qışqırıq bağrına, ay polis çağırır, polisdən qorxuram mən. Niyə polis çağırırsın mən? Mən vətəndaşım, gəlmişəm, veteran ailəsiyəm. Siz özünüz deyirsiniz, möhtərəm prezidentimiz, deyirsiniz ki, mənə deyin. Mən də deyirəm sizə, baxın bunlar neynirlər. Gəlib düşüb qışqırıq bağrına, bu tərəfdən qabıla girmişəm, çağırmırlar. Sonra bu tərəfdən girmişəm, Elşən Abbasov girən yerdə, cənabı, girən yerdə, ora girmişəm, qışqırıq bağırığının, sonra düşüb aşağı Elman müəllim. Mən qərarı sənə verə bilmərəm, poçta ilə göndər, harada görünür ki, müsləndir ki, mən orada qol çəkib götürmüşəm, onu elə mənə verməli idi. İndi mənə deyir ki, gedərsən poçta ilə göndər. Sonra deyir, yaxşı, ged, mən deyirəm, ay balam, yol pulları, ora ged, bura ged, ora ged, mən insanam, mən eşək deyiləm. Baxışlayın sözdə, mən şeydə yorulmuşam, mühtərəm bunların əlindən. Bunlar maşinlikdirlər, bunlar pul alıblar, bir-birlərinə bağlıdırlar. Mən o şey dözə bilmirəm, vallahi özümə qəsd eləmək istəyirəm. Belə bir abırçılıq olar. İndi xahiş edirəm sizdən, mühtərəm prezident, gəlmişəm. Deyirəm ona, deyir ki, ged, 4-də 5-də gələrsən. Deyirəm, ay bala, mən ora ged, bura ged, cibindən pul çıxardır ki, gəlməsən yolcu, mən yolcu olaram, mən yol pulu versin, 2 gündən, 3 gündən sonra pensiyamı alıram. Onda iş yoxdur. Mənə deyir ki, 4-də 5-də. Sonra gəlirəm bu yandan, polis mənə deyir ki, Kənan müəllimlə danışmışam, Kənan müəllim deyir, gözləsin verirəm. Yenə də gəlirəm bu yana, deyir ki, yaxşı, Kənan müəllim deyir ki, yəni indi deyərəm işçimə, görün nə günə qalmışım ki, mavin işçidən şeyli. Özdə deyir, təzədən iş açılmalıdır, təzədən bax, xeyr, sən ləğv eləməlisən. Bir də deyirəm, burada Vüqar Nəsib burada indi otopsikada şeydədir, məzuniyyətdə heç kim yoxdur kabinetdə. Deyirəm, Ramazan müəllim yaxşı idi, o da qorxur ki, işdən çıxardarlar onu, mənə tərifləmə, demək, üzü də gəlmir yazığın, neynəsin? Düşmür aşağı, otaqda qalıb, boş bir dənə adama şikayət eləmirsən ki, yüksək vəzifəli şəxslərə sən iş açmalısan. Mənim Fətullaya iş açılmalıdır, Kamrana, bir də Sevda Kazımova, mənim əmlakımı alanlar. Korrupsiyadır. Belə bir abırçılıq olmaz. Xahiş edirəm sizdən artıq dərəcədə mənim işimi, möhtərəm prezident, vitse-prezident, bunlara deyim, bu maşinlik mən deyirəm onlara, o şeydə mən yorulmuşam, olmadı, mən demişəm, Allahla qıl, prezident aparatının qabağında gəl, benzin döküb yandıracağım. Mən nə dəliyəm, nə gecəm, mən nə dəliyəm, nə gecəm, heç nə deyirəm. Məni o şey bunlar məcbur eləyirlər. Necə o yazıq bizim qazilərimiz gedir yandırırlar özlərini. Mən də o şeydə dözəm, çox adam o şey, belə bir abırçılıq olmaz. Xahiş edirəm sizdən, artıq dərəcədə belə şey olmaz. Mənə köməklik edin. Ben yazılmışam Mehriban xanım, sizin də qabulda Milli Məclisə də yazılmışam, hər yana yazılmışam. Mənə köməklik edin. Bu maşinlikların əlindən məni çıxardır. Mən burada yüksək vəzifəli insanlara, şəxslərə, BTR-in işçilərinə, bir də əmlakımı alanlara iş açmalısın. Xahiş edirəm sizdən. Oldu. Mən gəldiniz, ged, mən uşağım, bəbəyəm, nəyəm, belə bir abırçılıq olar. Xahiş edirəm, 2 gündən sonra mənim ad günümdür, 12-si. Xahiş edirəm sizdən artıq dərəcədə məni sürpriz eləyin, öz də qərarımı versin, mən istəmirəm. Onlar polislik mənim işim tutarıb mənim. Yoxdur, mənim inamım da yoxdur onlara. Mən iş açdıracağım prokurorluqda yüksək vəzifəli insanlara. Bir də ki, onlar mənim bibim oğlu açıb oranı, hamısını deyir ki, pul verirəm. Özü də 2 nəfərdir. Deyir, pul verirəm polisə də, prokurorluqda. Mənim üçün deyir, yaşlıdır, yaşlı. Özü də gündədir, boş günündədir. Oranı işlədir, qızıl mağazını pul yığır, orada uçaskov 12-ci bölmə. O gün əməliyyatçıdan gelib demişəm, 12-ci bölmə pul yığır, deyir işlət günə. Vergi buradan bağlayır, bunları cərimə eləyir, akt yazır, amma onlar orada bütün 5 dənə mənim evimi obyekt edib. Xahiş eləyirəm, möhtərəm prezident, baş əyirəm sizə, ailənizə, Mehriban xanıma, bütün mənə kömək eləyənlərə, kim mənə kömək eləyib, yuxarıda oturanlara çox sağ olsunlar.
Çox sağ olun, sağ olun.